Rusiyaya gedirik, hardasa bir həftəlik falan. Rayon üçün bankalar falan yığdım. Bunları rayona aparacağıq. Bunlar mənim uşaqlarımın balaca vaxtının yeməkləri idi. Similac Gold verirdim. 2 nəfər olduğuna görə yemək çatıra bilmirdim, ona görə belə yemək alırdıq. Bunları rayona aparırıq. Bunların içində mama bizə həmişə yumurta falan göndərir, qırılmasın deyənə. İndi bunları yığmışıq, aparırıq rayona. Burada mənim Trendyol sifarişim gəlibdi. Uşaqları rayona qoyacağıq. Biz hazırlaşırıq, səhər tezdən gedirik rayona. Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Bilirəm uzun müddətdir yenə vlog yox idi, çünki başım qarışdı. Rusiyaya gəlmişik və videonu montaj edib paylaşa bilmirdim, üzrlü sayın. Biz Rusiyaya gəlmişik. Yadınızdadırsa mən əvvəlki vlogların birlərində danışırdım ki, bəs biz səfirliyə gedirik, bəzi sənət sünət işləri görməyə. Mən uşaqlarımı Rus vətəndaşı elədim, yəni əkizləri. Şükür ki, aldıq vətəndaşlığı və oturum almaq üçün də bizə mütləq Rusiyaya gəlmək lazım idi. Hətta burada sən demə bizdə iştiraf edibmişlər ki, bəs biz gecikmişik. Yəni niyə uşaqlar Rus vətəndaşı olubdu və hələ də oturumları yoxdur. Ona görə gəldi ki, onu həll eləyək. Oturumlarını aldıq, düzəltdik. Yəni mənim üzərimə qeydiyyat olundu uşaqlar. Mənim qızımın da 14 yaşı oldu və ona da daxili pasport almalıydıq. Yəni şəxsiyyət vəsiqəsi necə ki bizdə deyirlər, orada Rusiyada pasportda. Onu almaq üçün gəldik bir də. O da şükür düzəlir. Düzəlsin inşallah qayıdacağıq. Uşaqları əslində gətirmək istəyərdim bura. Sadəcə mənim uşaqlarım hiperaktiv uşaqlardır. Bildik ki, aeroportda qəti durası deyil idilər. Ona görə məcburən onları Azərbaycanda qoyduq və özümüz gəldik. Hardasa bir həftəlik falan belə rayonda olacaqdı. Nənələ girib baxacaqlar onlara. İndi şükür düzəldi işlərimiz və artıq yavaş-yavaş yekunlaşıb gələcəyik. Tam sənədləri ələ aldıqdan sonra. Gəlmişik rayona, Papagilə. Bura bizim Papagilin evidir. 4 sezondur. Mən yazmışdım bunu sonra. Bunu biz qurmuşuq. Bunu mən yazmışam. Qaç şatıdır. Film var bir dənə qaç şatı. Mamam ad gününə hədiyyə eləmişdim. Elə belə. İndi hazırlaşıb gedirik uşaqları qoyub. Yeməyimizi yedik, uşaqları qoyduq. Biraz pis oldum təbii ki onları orada qoymağa, amma bilirəm ki iştahla gedirik. İndi isə dedik bizim kənddəki evimizə bir dənə baş çəkək yol üstü. Gedirik bizə. Qabaqda daha çoxdur qar. Nə hoşdur qar yox. Baxın bu yuxarıda uçan taryaka gördük biz. Yəni mən tək görməmişdim də gəlinimizlə bir yerdə görmüşdük. Baxın burada düz qışqan yanında yepyeki gecə saat 2-də. Biraz yuxarı qalxdı, ardısı 2 metr. Ondan sonra işıqları söndü və yoxa çıxdı qaranlıqda. Uçan taryaka baxın düz buradaydı. Bu skameykada o qədər oturmuşam ki, içəri bağlıdır. Sizə evi belə göstərim. Ay. Bizim evdir bura. Orada bizim bağımız. Burada da belə göstərim sizə şop var. Şop deyirdik biz buna. Belə bir uzun bir yerdir. Burada şadlıqlar, sünət falan belə keçirirdik. Bilirəm sual yaranacaq ki, bəs bura niyə tərk edilibdi? Biz buradan, demək olar ki, daha doğrusu Mamagil buradan illər öncə çıxdılar. Aksafa şəhərinin özünə köçdülər və bura belə qaldı. Papa dedi ki, satılmasın, qalsın belə. Baxarıq da sonra nə olacaqdı, ona görə bura belə tərk edilib. Düşünürəm burada da sual yaranacaq ki, bəs uşaqlar Azərbaycanda yaşayırlarsa, Azərbaycan vətəndaşıdırlarsa nəyə ehtiyacı var idi ki, Rus vətəndaşı eləmək? Düzdür, bilirəm, əslində məntiqlə düşünsək, biz Azərbaycanda yaşayırıqsa, bu vətəndaşlıq heç lazım deyil idi. Yəni biz heç uşaqları orada qoyub gəlməyə də bilərik, bu işi düzəltməyə də bilərdik. Amma bizim heç birimiz bilə bilmərik ki, sabah nə olacaqdı, başımıza nə iş gələcəkdi. Mən özüm Rus vətəndaşıyam. Demək olar ki, bizə artıq hamı Rus vətəndaşıdır. Mən orada böyümüşəm, orada oxumuşam. Bilmirəm. Bir də gördünüz, vaxt elə gətirdi ki, və mən çıxıb gedəsi oldum buradan. Rusiyaya gedəcəm və orada artıq biləcəm ki, mənim uşaqlarımı məktəbə orada götürəcəklər. Azərbaycan vətəndaşını orada məktəbə götürmürlər deyə hər tərəfli mən düşündüm, ölçdüm, biçdim. Papa dedi ki, bəs Rus vətəndaşı olunsun, demək olmaz da sabah nələr ola bilər. Ona görə bu qərarı verdim. Üstünə düşdük və dedik ki, düzəlsin, hər ehtimal əlimizdə olsun da bu. Çünki həqiqətən də heç kim bilmir sabah kimin başına nə iş gələcəkdi, harda yaşayacaqdı. Elə bir kələmdə bir sığorta oldu da bu.
Bu isə növbəti gündür. Biz axşam saat 10-a qalmış uçmalıyıq. Ona görə dedim ki, hələ ki vaxtımız var. Evi qəşəng təmizləyək, çimək eləyək, hazırlaşaq, elə çıxarıq. Yəni mən hər zaman harasa gedəndə, istər yaxın bir yer olsun, istər uzaq yer olsun, mən evi hər zaman səliqəyə salıram ki, mən qayıdıb gələndə ev səliqəli bizi qarşılasın. Yəni xoşlamıram nəsə ortalıqda olsun və biz uzaqdan sonra evə qayıdanda görüm ki, hər yer dağınıq vəziyyətdədir. Bilmirəm, sizlər də eləsinizsə mütləq yazın. Ümumiyyətlə harasa gedəndə uzun yol istəyirəm ki, evi səliqəyə salım, elə gedim ki, gələndə mən təmiz evə gəlim. Ona görə də evi yığışdırıram, hər yeri təmizləyəcəyik, ortalıqdan artıq hər şeyi yığışdıracağıq və elə gedəcəyik. Özüm də istəyərdim bu ştativi aparım, amma ki çox yekədir, uzundur daha doğrusu. Burada da evdə çəkilişlər etmək istəyirəm də, vlog falan paylaşacağım. Ona görə dedim ki aparım, amma belə görürəm deyəsən apara bilmirəm, çox uzundur. Biz özümüzlə bagaj aparmırıq. Deməli istəyirəm aparım bunu, konsiler bunu götürürəm, sponge, bu kremi götürəcəm. Sonra burada var bir dənə təzə liner götürəcəm. Bir dənə də təzə tuş götürüm. Bu pomadanı götürüm. Bu rengi götürüm. Yoxsa bu rengi götürəcəm. Balaca. Bunu götürəcəm. Gələn bu qırmızını götürəcəm. Xoşum gəlir. Qaş teni, qaş sabitləyici. Bir də Avon'un bu pomadasını götürüm. Məncə yetərli olar bu qədər. Səsim gedib nəsə, bilmədim niyə. Yəqin ki yetərli olar bu qədər. Hə, bir də dırnağım hər ehtimal. Keçən də Vaykada gördüm, bu baş barmağının dırnağı qopmuşdu. Ona görə düşündüm mən də bir dənə kley götürüm. Hər ehtimal birdən harasa qırılar, bu küncü falan məndən çox baxın buralarda olur. İş görəndə falan dedim, yapışdıraram da manikurum təzə qalar. Əl kremi də bunu götürürəm. Bir dənə bəstə olur, nə olsa indi təbii ki oradan da alaram. Hə, bir də pinseti götürürəm, hər ehtimal lazım olar. Bir də bola ağrı kesicidir, lazım olar bir də. Bir də belə bir balaca zajım götürüm, krabik. Bir də balacadılar deyə bunları götürüm. Bu qədər yetərlidir. Əslində oradan da ala bilərdim krabiklər, amma düşündüm ki var ki, neynirəm ki oradan alıb bir də gətirib bura. Belə. Mən bu halqa sırğam var. Düz rəngi biraz qaçıbdı, güya paslanmaz polad idi, amma qulaqda qədər qəşəng görsənir ki, bu rəngi qaçmış hissəsi arxaya düşür deyə problem eləmirəm. Bunu götürəcəm, qulağımda çox qəşəng durur. Üzüklərdən də istəyirəm. Bu son aldığım Temudan, baxın, 2 ədəd bunları götürəcəm. Yola çıxmamışdan öncə dedik ki, gedək KFC-yə, sifarişimizi verək, aparaq gedək evdə yeyək və ondan sonra artıq hazırlaşaq, yola düşək. Powerbank'ı götürürəm, bu kablomu, bir də bunu da götürürəm, nauşniklərimi. Qadın mı mesela oturmağa yeri? Gözdə burada məsələ seçim gəlir. Gəldik aeroporta, indi gedəcəyik qeydiyyata, amma qeydiyyata getməmişdən öncə dedik oturaq, bir dənə çaydan, kofedən falan içək, toxlanaq, ondan sonra artıq gedək. Biz birbaşa uçuş eləyəcəyik UTair-lə. 28 evro deyə bu burada. Vay dəhşət. 37. Ay yox, bu 37 evrodur. Bu dəst 28 evrodur. Ay, cənnətdir bu da, cənnət. Ətirlər cənnəti. Baxım görüm istədiyim ətir var burada. 138 evro. Dəhşət. Çox bahadır. 95 evro. Vay, o qəşəngdir. Kablaşması. Oy, nə qəşəngdir bu çıqqılı. Bir damcı deyil. Gedək süməkdən ətir vurum. Ətirlərini dedim də. Vardır mı? İstədiyim ətirdir. Olimpiya original 113 evro. Dəhşət bahadır, amma bir dənə gözəl qoxusu var. Sonra Lady Milyon məndə də var. Original balaca ölçüsüdür. Bu böyük ölçüdür, amma məndəki balaca ölçüdür. Dedik gələk içəcək bir şeylər alaq və gedək. Nə? Qarsanlar. Hə, olar. Bunlara baxın. Bunları götürək gedək. Qarsanlar aşağısında var. Bir də çay aldıq, bir dənə yoldaşım götürdü. Hayat ki biz gidirik samolyota hamıdan axırıncı. Mən də çəkdim. Благодарим за внимание. Dear passenger. Larımızı təmiz söndürdülər.
Və nəhayət ki biz samolyota mindik, qeydiyyatlardan keçdik problemsiz plansız və uçduq. Düzdür, samolyota dərman vurmuşdular ki, bəs Rusiyada Sibirə uçuruq axı biz. Orada moroz olur və deməli bunun qanadları donmasın deyənə dərman vurdular və ona görə Şuşaya da düşdü həmin dərman və çölü yaxşı göstərə bilmirəm sizə kamera ilə. Siz bir dənə bizim Bakının gözəlliyinə baxın. Hər yer işıqlı, gözəl. Düz 4 saat uçuş etdik və nəhayət ki Sibirə çatdıq. Bura Surgut şəhəridir, Surgutun aeroportudur. Düzdür, tam yaxşı göstərə bilmirəm, yollar qardır hal-hazırda. Şükür ki sağ-salamat çatdıq deyirəm hər dəfə düşəndə. Hepsi seçme olur. Aeroportdan çıxan kimi bizi belə bir yolka qarşılayır Surgutun aeroportundan və bol-bol qar. Bol-bol qarla salamlaşıb görüşdükdən sonra düşdük yola. Bizim qarşımıza papa bir tanış adamı göndərmişdi. Deməli Surgut şəhərindən bizim şəhərə, yəni gedəcəyimiz Qaqalım şəhərinə düz 3 saata yaxın yolumuz getdi. Çünki yollar da dondu, yəni maşınlar yavaş sürür orada. Və bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Gələn vloqda görüşənədək hələlik.